Marneuli bələdiyyəsində qeydiyyatda olan tələbələr üçün nəqliyyat xərclərinin aylıq maliyyə dəstəyi 50 lərdən 100 lərə qaldırılıb. Müvafiq dəyişiklik Marneuli Sakrebolosu tərəfindən təsdiqlənib. Proqram tələbələrin nəqliyyat xərclərinin maliyyələşdirilməsini nəzərdə tutur. Bunun üçün benefisiarlar statuslarına uyğun olaraq tələb olunan sənədləri təqdim etməlidirlər. Marneuli meriyasının məlumatına görə 2026-cı il yanvarın 1-dən bu günədək sözü gedən xidmətdən artıq 241 tələbə yararlanıb. Tələbələrin tarifi 50 lərdən 100 lərədək artırıldı. Bildiyiniz kimi nəqliyyatla gediş haqqı 2 lərə yarımdan 4 lərəyə qalıqdı. Ona səbəb də tarif artırıldı. Sosial az təminatlı əlil, məcburi köçkün tələbələr, çox uşaqlı ailədən olan tələbələr, ailədə ən az 3 tələbənin oxuduğu tələbələr, atasız, anasız tələbələr və veteran övladı olan tələbələr bu tarifdən yararlanacaqlar.